Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə Dövlət İmtahan Mərkəzinin 2025-ci ildə keçirdiyi sınaqda olan informatika suallarının izahını verəcəm. 2024, 2023, həmçinin 2022-ci ildə keçirilən sınaqda olan informatika suallarının izahını təqdim eləmişəm. O videolara baxmaq üçün bundan əvvəlki videolara bir dənə baxsanız, yəni bu videodan bir neçə video əvvəllər qeyd eləmişəm. İndi də sizlərə bu sınağın izahını verəcəm. Elə başlayaq birinci sual ilə. Mətnin görünüşünün böyüdülməsi və kiçildilməsi üçün hansı lent qrupundan istifadə olunur? Ümumiyyətlə, mətnin görünüşü, yəni mətn dedikdə biz sənədin nəzərdə tuturuq. Sənədin görünüşünün böyüdülməsi və kiçildilməsi üçün biz istifadə edirik zoom qrupundan. Əslində mətn demək çox da düzgün səslənmir. Pəncərənin böyüdülüb kiçildilməsi üçün. Söhbət nədən gedir? Söhbət view tabında, Word-dən view tabında bu hissədə zoom qrupundan gedir. Baxın, zoom qrupunda biz miqyası yaxınlaşdıra və uzaqlaşdıra bilərik. Bildiyiniz kimi Word-də minimal miqyas 10, standart halda 100, maksimal isə 500%-ə qədər biz miqyası böyüdə bilirik və miqyas böyüdükdə bu çapa təsir etməz. Yəni burada pəncərənin böyüklüyündə biz o zaman artıq yəni şrift böyüməz, çapda da bunun hər hansısa bir təsiri olmaz. Minimal 10, standart halda 100, maksimal isə 500. View tabında zoom qrupu da deməli istifadə edirik miqyas qrupundan. Birinci sual o zaman düzgün cavabımız oldu burada zoom, yəni B variantı. Keçdik bir növbəti sualımıza. Burada nida simvolu istinad üçün istifadə olunur Excel 2019-da. Baxın, nida simvolu bir kitabda işləyərkən müxtəlif iş vərəqləri arasındakı keçidi ifadə edir. Yəni biz bir neçə iş vərəqində işləyiriksə, bir iş vərəqindəki məlumatı digər iş vərəqində istifadə etmək istəyiriksə, o zaman nidadan istifadə edirik. Tam olaraq söhbət nədən gedir? Yazıram bura 4, bu hissəyə yazıram 5. Bu mənim birinci vərəqimdə, aşağıda qeyd olunub. İkinci vərəqimə daxil oldum, açdım burada. İndi mən hər hansısa bir düstur hesablamaq istəyirəm, amma bu vərəqdəki hesablamanı birinci vərəqdəki xanalara görə hesablamaq istəyirəm. Baxın, bərabər işarəsi qoydum mən bu hissəyə, yer gəlmişkən. Buradan aktiv olacaq indi. Bərabər işarəsi qoyduq, vərəq 1-ə qayıtdıq və 4-ü seçdim mən bu hissədə. İndi vərəq 2-yə yenidən qayıtsam, görürsünüz, nida işarəsindən istifadə eləmiş olmuşam. Biraz da yaxınlaşdırsam. Bax, bu hissədə fikir verirsiniz, yazılıb burada sheet 2, nida işarəsi B2. Demək, burada söhbət nədən gedir? Burada söhbət ondan gedir ki, əgər biz iş vərəqinin cari xanasından istifadə etmək istəyiriksə, o zaman yazardıq buraya ilə tutaq ki, B1-in özün. Düzdürmü? Yox, əgər biz vərəq 1-dəkini istifadə eləmək istəyiriksə, o zaman nə etməliydik artıq? O zaman artıq biz istifadə etməliydik, deməli, vərəqin adından, vərəqin adını yazdıqdan sonra nida işarəsi qoyub, qarşısına da bu hissədə B2 yazmış olar. Oldu mu? Baxın, bir də göstərirəm. Tutaq ki, mən burada hesablamaq istəyirəm. Hansı kanallar idi? B2 və B3-ün nəticəsini. Vərəq 2-də, vərəq 1-dəki məlumatları toplamaq istəyirəm. Bərabər yazdım, gəldim vərəq 1-ə, seçdim bunu, daha sonra gəldim vərəq 2-yə, bir dənə toplama işarəsi qoydum, təzədən gəldim vərəq 1-ə, yenidən seçdim növbət xananı, o zaman artıq mən onları toplamış olmuş olacam. Bax belə, buranı da bir eləyək. Buranı da bir enter düyməsini vuraq və nəticədə gördüyünüz kimi 9-u vermiş oldu. Yəni birinci vərəqdəki məlumatlara əsasən. Deməli, düzgün cavabımız burada Y variantı. Müxtəlif iş vərəqləri arasında istifadə olunur, istinad üçün nəzərdə tutulub. Eyni slaydda mətnləri eyni animasiya effektləri vermək üçün bunu etmək lazımdır. Eyni slaydda mətnlərə eyni animasiya vermək üçün. O zaman mətnlər eyni bir mətn qutusunda yazılmalıdır. Məsələn, gəlin variantları oxuyaq. Deyir, mətnlər eyni şriftə malik olmalıdır. Yox, şriftlər ayrı olsa və yaxud da eyni olmasının bunun eyni animasiya effektinə bir adiyyatı yoxdur. Eyni mətn qutusunda yazılmalıdır. Bəli, bu tamamilə düzgündür. Mətnlər fərqli abzasda yazılmalıdır. Xeyr, fərqli abzasda yazsa, o zaman eyni animasiya effekti verməyə də bilərik, fərqli də verə bilərik. Mətnlər fərqli mətn qutularında yazılmalıdırlar. Bu da, yəni, ola da bilər, olmaya da bilər. Ən az 3 mətn qutusu olmalıdır. Bu da tamamilə yanlış cavabdır. Düzgün cavab elə B variantıdır. Mətnlər eyni mətn qutusunda yazılmalıdır. Söhbət bundan gedir. Tutaq ki, bir mətn qutusunun içərisində bir neçə məlumat yazmışam. Mən artıq animasiya effekti versəm, bütün mətnə tətbiq olunmuş olur. Demək ki, biz burada, amma fərqli də yazsam, məsələn, görürsünüz də bu formada fərqli yazdım. Buna bir animasiya effekti verərəm, buna bir başqa animasiya effekti verərəm. O zaman sualda özü deyir ki, eyni slaydda mətnlərə eyni animasiya effekti vermək üçün, bəli, eyni mətn qutusunda yazılmalıdır. 24. Sənədə izah edici qeydlər əlavə etmək üçün hansı lent tabından istifadə olunur? İzah edici qeydlər əlavə etmək dedikdə, əlbəttə ki, bu hissədə şərtlər nəzərdə tutulur.
şərh, yəni kommentlər nəzərdə tutulur. Komment əlavə etmək üçün də nə etmək lazımdır? Review tabına gəlirik, oradan şərh bölməsi, şərh qrupundan komment qrupuna daxil oluruq və əlavə izah edici qeydlər veririk. Mən indi daxil oluram review-ya və buradan new comment. Komment verirəm, fikir verin bu hissədə bir neçə şərh yazıram və həmin o hissəyə şərh vermiş oluram ki, burada tutaq ki, hər hansısa bir kursor harada dayanıbsa ona uyğun hissəni işarələyir və bir izah edici şərh veririk. Bax belə. Bunu da bildik. Gələk 25-ci suala. Təqdimat proqramı hansı məqsədlə istifadə olunur? Təqdimat proqramı slaydların nümayişi, slaydların yaradılması üçün istifadə olunur. Düzgün cavab C variantıdır. Cədvəllərin yaradılması üçün elektron cədvəl redaktorları, mətnlərin çapı üçün mətn redaktorları, proqramın tərtibi üçün proqramlaşdırma dilləri, formaların tərtibi üçün VBIS-dən istifadə olunur. 26. Aşağıdakı hökmlərdən hansı doğrudur? Video yaddaş xarici yaddaşa daxildir, yalandır. Video yaddaş daxili yaddaşa malikdir, çünki prosesordadır. Ona bir yanlışdır. Əvvəlcə BIOS, sonra əməliyyat sistemi yüklənib, düzgündür. Əvvəlcə BIOS işə düşür, test etmə proqramı yoxlayır hər şeyi, sonra əməliyyat sistemi yükləyir. Əməli yaddaş enerjidən asılıdır, bəli. Daxili yaddaşlardan olan RAM enerjidən asılıdır və enerji kəsildikdə informasiya buradan silinir. Deməli, o zaman 3-ü də doğru götürəcəyik. Digitizer verilənlərin saxlama qurğusu yox, qrafiki planşet və ya digitizer daxil etmə qurğusudur, yəni giriş qurğusudur, yaddaş qurğusu deyil. Bu da yanlışdır. Keş yaddaşın böyük tutumlu, aşağı sürətli yaddaşdır. Xeyr, əksinə, aşağı tutumlu, böyük sürətə, ən sürətli yaddaşlardan biridir keş yaddaş. Yəni, burada dəyişik düşüb. Sürətli yaddaşdır, tutumu azdır. KMOS yaddaş enerjidən asılı olmayan yaddaşdır. Bəli, KMOS yaddaş enerjidən asılı deyil, özü baterikadır deyə onun hər hansısa bir əlavə enerjiyə ehtiyacı yoxdur. Enerjidən asılı olmayan yaddaşdır. Saat tarixi və kompüterin konfiqurasiyalarını özündə saxlayır. 2, 3, 6. E variantı düzgün cavabımız olar. 27. Verilmiş cədvəl fraqmentinə əsasən A3 xanasının nəticəsini müəyyən edin. Nə yazılıb burada? Average yazılıb. Average-in də daxilində minimum A1 C2. Gəlin biz bunu birinci hesablayaq. A1 C2-də ən kiçik qiymət tapmaq lazımdır. Baxın, A1 C2 DD diapazon bax budur. A1 C2. O zaman mən baxıram ki, burada ən kiçik qiymət 4-dür. Bu dırnaqda yazılan 2 sayılmır ədəd kimi. 16 da dırnaqda yazıb. Biz bunlar ədəd kimi saymırıq əlbəttə ki. Bunlar mətn tipli məlumatdır. O zaman burada ən kiçik dəyər 4-dür. Deməli, buranın qiyməti oldu 4. Vergül işarəsi qoyuram. Bir də deyir maksimum B1 C2. B1 C2 də buradan buradır. Göyrəncdə də bunu göstərim sizlərə. Bax, B1 C2 də buradan bura qədər olan hissədir. Və göyrək dedim, rəngə bağlayıb. B1 C2-də ən maksimum olan hansıdır? 10 da əlbəttə ki, burada. Deməyin 16. Dedim axı, 16 mətn tipli informasiyadır. Deməli, burada da 10-dur. O zaman biz 4 ilə onun average-ini, yəni orta qiymətini toplayırıq. Average orta ədəd tapmaq deməkdir. 4 ilə onu toplayıb yarıya bölürük. 2 dənə ədəd aldıq funksiyalardan. 4 ilə onu toplayıb 2-yə bölsək, o da bizə 7-ni verəcək. Demək, sualın düzgün cavabı olacaq 7. Yəni C variantı. 28. Video sistemin hansı komponenti qrafik imkanları müəyyənləşdirir? Çox məşhur sualdır bu. Video sistemin video kartı, yəni video adapter onun qrafik imkanlarını müəyyənləşdirir. Video kart nə qədər güclü olarsa, görüntü bir o qədər keyfiyyətli şəkildə bizlərə təqdim olunar. 29. HTTP ötürülməsinin protokoludur. Nəyin? Bildiyiniz kimi HTTP internet şəbəkəsində hipermətnlərin ötürülməsinin protokoludur. O zaman düzgün cavabımız elə E variantı olmuş olur. Yəni HTTP-ni məncə hamınız bilirsiniz. Halqavarı topologiyaya aiddir. İstənilən zamanında yalnız bir kompüterdən digər siqnal ötürülə bilər. Bu əsasən istifadə olunur şin topologiyasında, yəni qeyd olunan tərif. Verilənlər bir istiqamətdə dairə üzrə bir kompüterdən digərinə ötürülür. Bu düzgün. Bütün kompüterlər bir kabelə qoşulur. Bu da şin topologiyasına aid bir anlayışdır. Hər hansısa kompüterin sıradan çıxması kompüterin işinə təsir etmir. Əksinə, halqa topologiyası yeganə topologiyadır ki, burada bir kompüter sıradan çıxanda artıq şəbəkənin işi dayanırdı. Ona görə 5 doğrudur. Kompüterin birinin sıradan çıxması şəbəkənin sıradan çıxarmasına deməkdir. Çünki kompüterlər hamısı bir-birinə necə bağlı idi? Kabel, yəni bir-birinə belə deyək bağlı idi. Burada əsas məsələ kompüterlərin davamlı olmağıdır ki, bir kompüterdən məlumat digər kompüterə doğru ötürülsün. Artıq biri sıradan çıxsa, digərinə məlumat ötürülə bilməyəcək, şəbəkənin işi dayanacaq. Gəldik 31-ci suala. Burada nə deyir? Uyğunluğu müəyyən edin. Kompüterin strukturu, sistem interfeysi və kompüterin arxitekturası. İndi bizə nə deyir əvvəlcə? Deyir kompüterin strukturun birinci bu gəlir.
Kompüterin strukturu nə idi? Kompüterin müəyyən səviyyədə tərkibini və onlar arasındakı əlaqələri öyrənirdi. Kompüterin müəyyən səviyyədəki tərkibi, qurğuları, onlar arasındakı əlaqə. O zaman 1-ə gedər D bəndi. Ondan sonra gəlir burada kompüterin arxitekturası. Kompüterin arxitekturası nə idi? Bu tərkib hissələrinin hansı qaydalarla əlaqələndirini göstərirdi. Yəni bu da hansı qaydalar sözündən yadımızda saxlayırıq ki, bunu keçən sınavda da demişdim ki, hansı qaydalar deyəndə arxitekturadır. Ona görə 3-ə də uyğundur Y. Və baxırıq ki, sistem interfeysinə bu hissədə baxsaq, sistem interfeysi isə kompüter qurğuları arasında, yəni mərkəzi hissə ilə periferiya hissəsində olan informasiya mübadiləsini təmin edirdi. O zaman 2-yə də gedir A bəndi. Sistem interfeysi neural arxitekturasında mərkəzi hissə ilə periferiya hissəsini əlaqələndirirdi. Hesablama prosesinin gedişi zamanı proqramçı və ya operator tərəfindən əməliyyatın yerinə yetirmək üçündür. Bu idarəetmə pultunun tərifidir. Və nə qaldı bizdə? Bir dənə qaldı. Proqram və emal olunanların verilənlərin saxlanmasını təmin edir. Bu da deməli aid idi proqram və emal olunan verilənlərin, bu da əməli yaddaşa aiddir. Emal olunan verilənləri müvəqqəti olaraq əməli yaddaşda saxlayırdı. Deməli bu da aid deyil. Bunu da sildik. Nədir cavab? 1D, 2A, 3C. B variantı ilə sualımızın düzgün cavabıdır. 32-ci sual. Səhifələrin birdən başlayaraq nömrələnmiş 50 səhifədən ibarət kitab çapı aşağıdakı parametrlər əsasında göndərilir. Printerdə cəmi 5 ədəd A4 vərəq olarsa, çap olunacaq səhifələrin nömrələri hansılardır? Bax, burada qeyd olunub. 1-ci səhifə, 4-cü səhifədən 6-cıya qədər olan hissə. Yəni, bu belədir də. Əvvəlcə 1, sonra 4 var, 5 var, sonra 6 var, 8-dən 10-a qədər də nələr var? 8 var, 9 var, 10 var. Bu səhifələr çapa göndəriləcək. Burada one sideddir. Yəni vərəqin bir üzündə məlumat olacaq. Digər üzəndən məlumat olmur. Bir də çox diqqətli olunması məsələ uncollideddir. Bu nə deməkdir? Dəstələnmiş və dəstələnməmiş. Əgər bax burada yazıldığı ardıcıllığından, əgər biz uncollided eləmişiksə, o zaman kopya sayından ilk səhifə hansıdırsa, ondan 3 dənə çıxaracaq. Sonra növbəti səhifənin, 4-cü səhifədən 3 dənə, sonra 5-cidən. İndi bu bizə deyir ki, uncollided. Yəni əvvəlcə burada yazıldığı ardıcıllıqla. Birinci səhifənin hansıdırsa ondan 3 dənə çıxmalıdır. Bizdə birinci səhifə 1-dir, düzdürmü? Onda 3 dənə bundan çıxacaq. 3 dənə 1 çıxdı. Növbəti səhifəmiz hansıdır? 4-cü səhifədir. O zaman ardıcıl olaraq 4 çıxmalıdır. 4, 4, 4, 4. İndi burada bir məsələ var ki, 5 A4 vərəqi var idi da, düzdürmü? Cəmi 5 ədəd. O zaman 3 dənə 1 çıxdı. Dalıca da 2 dənə 4 çıxacaq. Bundan da artıq kağızımız çatmayacaq. 3 dənə 1, 2 dənə də 4 çıxmış olacaq. Yox, burada uncollided, yox, collided desəydi, dəstələnmiş. Dəstələnmişdə də belə olur. 1, 2, 3 formasında yazılır əsasən bu hissə. Əsasən yox, elə belə yazılır. Onda nə baş verəcəkdi? Onda, baxın, sırayla 5 dənə A4 yoxdur. 1-i çıxaracaqdı, 4-ü çıxaracaqdı, 5-i çıxaracaqdı, 6-nı, 8-i çıxaracaqdı. Yəni, bir dənə, belə deyək, sənədi tam sona çatdırırdı çapını, ondan sonra həmin şeyi ikinci dəfə çapa göndərəcəkdi. Amma uncollided də belə deyil. Səhifəniz nə qədərdirsə, səhifəniz hansıdırsa, kopya sayı qədər o səhifədən çıxarır. İlk səhifənizi, sonra ikinci səhifədən kopya sayı qədər çıxarır. O zaman burada bəli, uncollided dediyi üçün 3 dənə birinci səhifə, 3 dənə dördüncü səhifə, 3 dənəsini çıxara bilməyəcək, 5 dənə vərəqimiz var. 1, 1, 4, 4. 33. Eyni adlı və eyni tipli 2 faili kompüterin yaddaşında saxlamaq olar? Olar, amma bir şərtlə ki, ayrı-ayrı qovluqlarda yerləşsinlər. Eyni qovluqda biz 2 eyni fail yaratmağa çalışsaq, xəta verəcək ki, zaten bu fail həmin qovluqda var. Amma başqa qovluqlarda biz bunu yarada bilərik. Onu da sizə göstərmək istəyirəm. Sən 2 dənə qovluq yaradaq sürətli formada. Bu birinci qovluq olsun 1. Bundan bir dənə də yaradaq. Bu da olsun 2. Bunu da qoyduq 2. İndi mən gəldim buna tərkibinə. Yaradıram 2 dənə Word sənədi. Adını qoydum 1. Enter düyməsini vururam. Ctrl-C eləyim. Ctrl-C, Ctrl-V. Mən bunun adını təzədən 1 qoymaq istəsəm, enter düyməsinə vursam. Deyir ki, burada təkrar var. Onsuz da burada bu məkanda eyni bir adda var. Bunun adını dəyişdirəcəm. Deyirəm dəyişdir. Gördüyünüz kimi adı dəyişdirdi. Amma belə bir şey eləsəm. Bax, bunu götürdüm, kəsdim. Atıram o birisi qovluğa, yəni ikinciyə. Və bura Ctrl-V elədim. Bunun adını 1 qoysam, bunu artıq qəbul eləyəcək. Həm 1 burada oldu, həm də aid oldu bu hissədə. Görürsünüz də ayrı-ayrı qovluqlarda. Amma ki, deməli, bu formada ayrı-ayrı qovluqlarda eyni adlı, eyni tipli fail ola bilər. Eyni qovluqda olmaz yəni. Bu da silək getsin. Gəldik
34-cü suala. Aşağıdakı formatlaşdırma elementlərindən hansılar sənədin yuxarısında yerləşən səhifə nömrələrinə tətbiq edilə bilər? Səhifə nömrələrinə. Format şeyi. Baxın, format şeyi fiqurlarla bağlı olan bir əməliyyatdır. Axı səhifə nömrəsi mətin tipli bir belə deyək, əlavə etmədir. Onda səhifə nömrəsinə biz fiqurlarla bağlı olan elementi əlavə eləyə bilməyəcəyik. Bold, italik və font tips. Şrifin ölçüsü, qalınlığı və kursiv formada yazılmaz. Oy, mən biri götürdüm, biri götürməyəcəyik. Çünki bu fiqurlarla bağlı olan bir şeydir. Birinin üzərindən xətt. İkini götürəcəyik. Bunları etmək olar. Biraz sonra göstərəcəm. Wrap text əməliyyatını mətni keçir. Mətni keçir Excel-ə aid olan bir anlayışdır. Ona görə bunu da biz səhifə anlayışı üzərində eləyə bilmirik. Yəni bu da bizə lazım deyil. Həm də wrap text də fiqurlarla işləmək üçündür. Yəni söhbət buradakı fiqur əlavə eləyəndə layout da yaranan wrap text əmrindən gedir. Bu da fiqurlarla, mətnlərlə əlaqəlidir. Amma əlbəttə ki, normal sadəcə mətn olsa bunu biz tətbiq eləyə bilmirik. Bu şəkillərlə bağlı bir əmrdir. Yəni şəkillərlə mətnlərin üzərində ikisi bir yerdə işləmək üçündür. Paraqrafdan, dialoq pəncərəsindən intervalı tənzimləmək, bəli, 4 nömrə uyğundur. Text alignment qrupundan, daha doğrusu text alignment hissəsindən, bordersdan, shadingdən kölgə effekti vermək və sərhədlər təyin etmək, bəli, bunu da etmək olar. Deməli o zaman 2, 4, 5 sualın düzgün cavabıdır. İndi mən sizə yeni bir sənəd üzərində göstərim. Mən header footer'a vurdum və yaxud da vurmasam da olar. Gəlirəm insertə. Insertdə page number'dan yuxarı hissəni nömrələyirəm. Tam mərkəzdə olsun. Eyb yox, sol tərəfdə olsun, problem yoxdur bunun. Seçdim bunu. Baxın, mən bunu qalınlaşdıra bilərəm. Qalınlaşdırdım. Biraz da böyüdüm. Ölçüsünü kiçildə bilərəm. Altından xətt çəkə bilərəm. Daha sonra gələrəm buradan shading hissəsindən buna rəng verə bilərəm. Görürsünüz də? Və yaxud da bunu çərçivəyə ala bilərəm. Baxın, nömrəni çərçivəyə alıram bu formada. Bunların hamısını etmək mümkündür. Və bir dənə də hansı əməliyyatı deyirdi bizə? Bir də heç nə. Paraqrafdan da sətirlər arası interval. Lap istəsəz buradan sətirlər arası intervalı da görürsünüz. Aşağı yuxarı doğru bu biri gətirə bilərik. Demək 2, 4, 5 düzgün cavabdır. 35-ci suala baxaq. Servis proqramlarına aiddir. Utilitlər, antiviruslar. Elə bunlar da servisə aid olanlar. Elə A variantı düzgün cavabdır ki, əməliyyat örtükləri aiddir baza proqramlarına. Əməliyyat sistemləri baza proqramlarıdır. Antivirusda proqramlaşdırma sistemləri ümumiyyətlə instrumental proqrama aiddir. Demək bu da düzgün deyil. Proqramlaşdırma dilləri də instrumental proqramlara aiddir. O zaman düzgün cavab elə A variantıdır. Ümumiyyətlə servis proqramlarına aid olanlar nələr idi? Utilitlər, antiviruslar, kompüterin iş qabiliyyətini yoxlayan proqramlar, bir də driverlər. Bax, bunlar əsas servis proqramlarına aiddir. Verilmiş cədvəl fraqmentinə əsasən B1, B4 diapazon üçün qurulmuş diaqram hansıdır? Gəlin biz birinci dəyərləri tapaq, sonra diaqramı qurarıq. Count A1, A6. Bu nə deməkdir? A1, A6-da ədəd tipli xanaları saymaq lazımdır. Zaten A1, A6 burada bütöv hamısının yazıldığı bir hissədir. Burada ədəd tipli xanalarımız hansılardır? A1 xanasıdır, A2 xanasıdır, bir də A4 xanasıdır. Yəni 12, 13, 11. Bunlar ədəd tipli məlumatdır. Saydım mən bunları 3 dənədir. Bura yazdım 3. Average A1, A6. Zaten burada da biz ədədləri toplayıb sayına bölməliyik. 12, 13, 11 eləyir 36. Və 36-nı da 3-ə böləndə bu da verir bizə deməli 12-ni. Average orta qiymət tapmaq deməkdir. Bu 3 dənə ədəd toplayıb 3-ə bölürük. O da bizə 12-ni verir. Len A3 növbəti B3 xanasının qiyməti. Len saymaq deməkdir. Yəni simvoldakı, sözdəki simvolların sayı. Magistratura, yəni A3 burada bizdə. Magistratura hazırda sözündə 12 dənə simvol var. Ona görə buraya yazırıq 12. Və son olaraq da sum B1, B3 bu B1-dəki 3, B2-dəki 12, B3-dəki 12. Bunları toplayırıq. Bu da bizə verir 24, 3, 27. Bunun da toplamı oldu 27. İndi biz nə etməliyik? Baxın, dairəvi diaqram qururuqsa, o zaman biz diqqət eləməliyik. Birinci dairəvi diaqramda bax bu 3-ü göstərən faiz olmalıdır. Sonra 12-ləri, sonra 27-ni. Məsələn, mən bunu əsasən 3 variantı silə bilərəm. Hansı variantlardır? C, D variantıdır. Niyə? Çünki mən dedim birinci 3 göstərməlidir də 3 bunların ən kiçiyidir. Deməli, sadə əqrəb istiqamətində bu hissədə olan ən kiçik olmalıydı. Bu götürüb 50% bura yazıb. Yanlışdır. Bu da 50% yazıb. Bu da yanlışdır. Y variantında da 18, 18, 18. Axı 3 dənə xananın dəyəri bizdə eyni deyil. Faiz göstəricisi də eyni olsun. Görürsünüz də 2 dənə xananın dəyəri eynidir. 12, 12. Y də səhvdir. Və son olaraq baxsaq A və B variantlarına. Ən kiçik 3-dür. Burada 6% verib, burada 10% verib. Ən azından sizə belə bir şey deyim. Bununla daha dəqiq tapa bilərdiniz.
Baxın 3 12-dən deməli 4 dəfə kiçikdir və ya 12 3-dən 4 dəfə böyükdür. Deməli burada da faiz olaraq bu 4 dəfə öz əksini tapmalı idi. Və həmçinin də belə bir şeydir. Ən yaxşısı elə budur, bəli. İndi burada 6% 22%-dən 4 dəfə kiçikdir, təxminən 4 dəfə də. Bəli, bu ola bilər. Yəni bu ola bilər. Amma burada 10% yazılıb. Yəni bu 3 deməkdir də güya. Bu da 20% 12 deməkdir. Əslində yanlışdır bu faiz göstəricisi. Çünki 10% ilə 20% arasında 2 dəfə fərq var. Axı bizdə birinci xana 3, ikinci xana 12-dir. 2 dəfə fərq yoxdur, 4 dəfə var. Ona görə B də düzgün deyil. Düzgün cavabımız A variantı olmuş olacaq. Bax belə. Yəni faiz göstəricilərini də ədədlər arasındakı fərqlərə görə tapmaq mümkündür. 37-yə baxaq. Raster təsvirləri vektor qrafikasına çevirən proqram necə adlanır? Vektorizator adlanır. Rasterları vektora çevirən. Bunlar da hansıları idi? 2 dənə proqram. Adobe Streamline, bir də Corel Trace proqramları idi ki, bunlar əsas vektorizator proqramlardır. Corel Trace, bir də Adobe Streamline. Da yazaq Streamline. Bax belə. Gəldik 38-ci suala. Görək burada nəyi soruşur. Relyasiya modelinin əsas elementi hansıdır? Relyasiya modelində əsas element əlbəttə ki cədvəldir. Yəni relation əlaqə deməkdir. Əsas modeldə burada cədvəldir. Çünki cədvəl olmasa relyasiya modelini düşünmək olmaz. Cədvəl üzərində bütün məlumatlar saxlanır. Digər obyektlər də cədvəldən yaranır. Cədvəl əsas elementdir. Unicode kodunda yazılmış ASCII koduna çevirdikdə bu mətni necə dəyişər? Məsələn, Unicode'da 10 bayt olan bir şey ASCII-də nə qədərdir? 5 baytdır. Çünki Unicode'da bir simvol 2 bayt, ASCII-də 1 baytdır. Yəni mən Unicode'dan ASCII-yə çevirən zaman onda 2 dəfə azalacaq. 15 olacaq. Unicode'da bir simvol 2 baytdır, ASCII-də 1 baytdır. Bu 2 dəfə az deməkdir. Onda Unicode'dan ASCII-yə gedəndə 2 dəfə azalar. D variantı düzgün cavabımızdır. 40. RTF genişlənməsi hansı proqramlarda istifadə olunur? RTF bildiyiniz kimi rich text format, yəni text dediyimiz üçün əlbəttə ki söhbət mətn redaktorlarına aiddir. İndi A-da Excel verib, Excel mətn redaktoru deyil, Access verib, Access də deyil, Paint də deyil mətn redaktoru. Access verib burada, bu da yanlışdır, Access verib, bu da yanlışdır. WordPad, bəli bu bizim sualımızın düzgün cavabı olar. Çünki WordPad də mətn redaktorudur. Gəldik açıq suallara. Burada bir balaca artıq diqqətli olmalıyıq. Çünki hesablama tipli suallarımız var. Onluq sayı sistemində verilmiş hansı ədədlər, onluq sayı sistemində verilmiş ədədlərdən hansılar ikilik sayı sisteminə çevirdikdə sıfırların sayı birlərin sayından 2 dəfə çox olar. Gəlin indi hesablayaq. Birinci 42-ni. Mən belə yazıram da. Baxın 42 ya belə yazasınız ya da mənim yazdığım kimi yazasınız. 42-yə ən yaxın 2 üstü qüvvət nədir? 32-dir. 2 üstü 5. Üzərinə 8 gəlsəm, 2 üstü 3 gəlsəm, eləyəcək deməli burada 40, üzərinə də 2 üstü 1, yəni 2 gəlsəm 42 alacam. O zaman belə deyirəm mən. Bu ədədin ikilik sayı sistemində yazılışı belə olacaq. 1, 2 üstü 5 var deyə, 2 üstü 4 yoxdur 0, 2 üstü 3 var, 2 üstü 2 yoxdur, 2 üstü 1 var, 2 üstü 0 yoxdur. O zaman bu ədədin onluqdakı yazılışı bax belədir. Sıfırların sayı birlərin sayına bərabərdir. O zaman 1 nömrəni götürəcəm mən. 1-i götürdük. Bəs 48 necə? Baxın 48-in də yazılışı belə olacaq. 2 üstü 5, yəni 32. Üzərinə birbaşa 16 gəlsək alırıq da 48, düzdürmü? Yəni 2 üstü 4 gəlirik. O zaman bu ədədin yazılışı belə olacaq. 2 üstü 5 var deyə 1, 2 üstü 4 var deyə 1, 2 üstü 3 yoxdur, 2 üstü 2 yoxdur, 1 yoxdur, 0 yoxdur. Onda 2 dənə 1, 4 dənə 0 alındı. Deməli bu düzgün olmayacaq. 0 və 1-lərin sayı ödənmədi, bərabər olmadı. 38 hesablayaq. Əgər söhbət 38-dən gedirsə, 38-i belə yaza bilərik. Ən yaxın qüvvət 2 üstü 5-dir. Üzərinə gələrəm mən bunun 2 üstü deməli 1-i, 2 üstü 2-ni, 4-ü gələrəm. 32 üstə gəl, 4 eləyir 36. Üzərinə də gələrəm 2 üstü 1-i. Və bu zaman biz nə edəcəyik? Ən böyük qüvvət 2 üstü 5-dir deyə 1, 2 üstü 4 yoxdur, 2 üstü 3 yoxdur, 2 üstü 2 var. 2 üstü 0 yoxdur, 2 üstü 1 var, 2 üstü 0 yoxdur. Bu zaman da görürsünüz, bir dənə 3 dənə 1, 3 dənə 0 alındı. Deməli burada da ödədi. 29 hesablayaq indi. Görək burada bərabər olacaqmı? 29 ədədinə ən yaxın 2-nin qüvvəti, yəni təbii ki keçməyən 16-dır, 2 üstü 4-dür. Üzərinə gələrik 8-i, eləyər 24, 16 üstə gəl elə bir 16 üstə gəl 8, 24. Sonra gələrik bura. Ondan sonra 2 üstü 2 gəlsəm, bu bizə verəcək 28-i. Üzərinə də 2 üstü 0 gəlsəm, bu da verəcək 29-u.
16, 8, 24, üstünə 4 gəldi. 28, üstünə 1 gəldi, elədi 29. İndi 2 üstü 4 var, 2 üstü 3 var, 2 üstü 2 var, 2 üstü 1 yoxdur, 2 üstü 0 da var. Burada artıq gördüyünüz kimi birlərin sayı sıfırların sayından çox oldu. 3 var, 4 dənə 1 var, 1 dənə 0, 3 var, çox oldu. Bunu da götürməyəcəyik. 34-ə baxaq. Yəni 5-cinə 34-dür. Buradan da bir dənə xətt qoyum, 34-ü lap elə buradan yazaq. 34 deməli bərabərdir. 2-nin qüvvətlərindən 2 üstü 5, yəni 32, üstə gəl 2 üstü 1, yəni 2. O zaman bizdə nələr yoxdur? Belə deyək də, 2 üstü 5 var deyə burada bir dənə 1 yazacağım ikilikdə. Sonra 2 üstü 4 yoxdur, 3 yoxdur, 2 yoxdur, 1 var, 2 üstü 0 yoxdur. Gördüyünüz kimi sıfırların sayı birlərin sayından daha çox oldu, bərabər deyil və 36-nı hesablayaq, bitirək. 36 bərabərdir. 2 üstü yenə də 5, üstə gəl 2 üstü 4-ə. 2 üstü 2-yə, yəni 4-ə. O zaman bitdi də sual. Burada da bərabər olmayacaq. Çünki 1 yazdım, sonra 0 yazdım, sonra 3-ün 4-ün yerinə 2 üstü 3 yoxdur, 2 üstü 2 var, 2 üstü 1 yoxdur, 2 üstü 0 yoxdur. Sıfırların sayı yenə də daha çox oldu. O zaman bu sualın düzgün cavabı oldu bizdə yalnız 1 və 3. Qalanlarında sıfırların sayı birlərin sayına bərabər olmadı. Bu qədər. Sualın izahı belə idi. Gəldik növbəti sualımıza. Bir algoritm sualı verib deyir, y-in -1, x-in -2 qiymətində z hesablayın. İndi mən birinci hissədə şərti qoyuram yerinə. X -2-dir. Deyir 0 -2-dən böyükdür. Bəli, 0 -2-dən böyükdür. O zaman H qolu ilə gəldim. Deyir y böyük bərabərdir 0-dan. Y-in də qiyməti yuxarıda -1 verilmişdi. Bu zaman yoxla gedirəm. Çünki -1 0-dan böyükdən 0-a böyük və ya 0-a bərabər deyil axı. Yoxla gedən zaman mən z-in qiymətini 3 görürəm bu hissədən. Və gəlirəm, görürsünüz, xətt məni aparır bura, buradan bura, buradan da z-in qiymətinə. O zaman z-in 3 qiyməti çapa getmiş olacaq. Bir də deyirəm, bax, bu x-in -2 qiymətində 0 -2-dən böyük olduğu üçün H qolu ilə gəlsiniz. Sonra da aşağıda y-in yerinə qoyursunuz, deməli, -1-i, -1 0-dan böyük deyil, yox deyib z-in 3 qiymətini çapa göndərir. Gələk 43-cü sualımıza, bazasının, verilənlər bazası modeli haqqında fikirlərdən düzgün olanı seçin. Obyekt yönlü model relyasiya və şəbəkə modelini birləşdirir. Bəli, həqiqətən də bu belədir. Hiyerarxik modelin qraf diaqramında budaqlar mahiyyətin tipini göstərir. Baxın, bu 2024-də də düşmüşdü bu tipdə sual. Bunun izahında bundan əvvəlki videoda demişəm. Budaqlar mahiyyətin tipini yox, mahiyyətlər arasındakı əlaqəni göstərir. Yəni, onlar arasındakı münasibəti göstərir, tipini göstərmir. O zaman deyirik ki, bu yanlışdır. Burada təpə yazılsaydı o zaman düzgün olardı. Təpələr mahiyyəti göstərir. O zaman 2 də yanlış, yəni 2 yanlış elə. Şəbəkə modeli relyasiya modeli kimi verilənlərin cədvəl şəklində əsaslanır. Xeyr, verilənlərin cədvəl şəklində əsaslanmır. Şəbəkə modelində informasiyalar bir-biri ilə çoxun çoxa münasibətində ola bilər. Həmçinin çoxun birə münasibətində ola bilər. Burada cədvəldən istifadə olunmur. Obyekt yönlü modeldə istifadəçi proqram və aparat anlayışları ilə işləyir. Xeyr, istifadəçi proqram anlayışları ilə işləyir, aparat anlayışları ilə işləyə bilmir. 5. Hiyerarxik modelin qraf diaqramında təpələr mahiyyətin tipini göstərir. Bəli, bu düzgün cavabdır. Həqiqətən də deməli təpələr mahiyyəti göstərir. O zaman yalnız 1 və 5 sualın düzgün cavabı olacaq. 44-cü sual gələk. Aşağıdakı sorğular və onların nəticəsində təsvir olunmuşdur. Bu sorğularda neçə səhifə tapılar? Axtarış sistemində və-ni bildirmək üçün, və ya-nı bildirmək üçün düz xəttdən, və-ni bildirmək üçün bu simvoldan istifadə olunur. Bizə də deyir ki, burada printer, skaner, monitor, printerlə monitorun kəsişməsi 12, monitorla skaner 0, printer, monitor, skaner 120. Printer, skaner sorğusu üzrə neçə min səhifə tapılar? Mən sizə bir düstur deyim. Bu düsturu əzbərləyin. Əgər sizə 3 dənə bu hissədə kateqoriya verərsə, bu düsturdan istifadə edə bilərsiniz. Düstur belədir. Deməli A, üstə gəl B, üstə gəl C. Yəni bu nə deməkdir? Elə bir printer, skaner, monitor 3 dənə anlayışı toplayırsınız, bərabər edirsiniz nəyə? A kəsişir B ilə. Üzərinə gələcəksiniz bunun A kəsişir C ilə. Üzərinə gələcəksiniz B kəsişir C ilə. Və bunları hamısını kəsişmələrini yazdınız. Üzərinə gələcəksiniz A birləşir B ilə, birləşir C ilə. Və son olaraq da bir dənə də çıxacaqsınız bundan. Nəyi? A kəsişir B ilə, B kəsişir C ilə. Bax, bunda çıxacaqsınız və bununla da cavabınız tapılacaq. İndi bu sualda əslində bu qədər dərinə getməyə ehtiyac yoxdur. Çünki bəzi anlayışlar burada yoxdur. Məsələn, deyim də sizə.
Printer 84'dür. Elə bilin ki, A-nın yerinə mən 84 yazdım. B-nin qiyməti 47-dir, skaner olsun. Digərinin də qiyməti 19-dur. Burada yazdıq 19-u. İndi biz bunları toplayırıq, bərabər eləyirik. Burada deyir ki, printerlə monitorun kəskinməsi 12-dir. Mən elə bir buradakı A kəskir B-ni 12 götürdüm. Növbəti ikinci kəskinməyə baxıram ki, burada monitorla skaneri 0 verib. Burada 0 yazırıq. Heç nə yoxdur, yəni 0. Ondan sonra biz burada üçüncü kəskinmə olmalıydı axı. A kəskir B ilə 12, A S ilə B S ilə. Onu bizdən soruşur da, printerlə skanerin kəskinməsini soruşur. Zaten printer, skaner monitor, bir də printer monitor olmalıydı. İndi biz ikisini bu hissədə vermişdik, 2 dənə kəskinməni. Birində burada verib. Ona görə mən ona X deyirəm. A birləşir B ilə, birləşir C ilə. Bu da nəticə olaraq bizə 120-ni verib. Son olaraq üçünün kəskinməsi. Müəllim, bəs bu üçünün kəskinməsi hardadır? Yoxdur üçünün kəskinməsi. Niyə görə? Çünki monitorla skanerin kəskinməsi 0-dırsa, onda üçü necə bir yerdə kəsişə bilər? Ən azından monitorla skaner kəsişmir də, bunun nəticəsi 0-dır. Deməli, bu üçünün kəskinməsi olan hissəsinə də heç nə yazmayacağıq. Çünki burada monitorla skaner kəsişmir. Elə sualı burada bitirə bilərik. 84, 47. Bu bizə verəcək 100, deməli 31 ədədini verir. 131-in üstünə 19 gəlirik. Bu da bizə verir 150 ədədini. 150 buradadır. Bərabər eləyirəm 12, 120, 132 üstəgəl x-a. 132 üstəgəl x-a. Buradan da nəyi tapırıq? Buradan da tapırıq ki, x bərabər olur. 150-dən 132-ni çıxırıq. Bu da bizə verəcək, deməli 18-i. Deməli, x-in qiyməti 18-dir. Yəni, printerlə skaner kəskinməsi 18 olmuş oldu. Bax, bu düsturu istifadə edə bilərsiniz. Ən çətin suallarda, yəni 3 dənə verərsə sizə, 3 fərqli anlayış verərsə sorğuda, o zaman bundan istifadə edib rahatlıqla tapmaq olar. Hesablamada səhv eləmədik, bir dənə baxım diqqətlə. 100, deməli 31, üstünə 19, 150, bu da düz hesablamışıq, səhv hesablamamışıq. Gəldik növbəti sualımıza, uyğunluğu müəyyən etmək lazımdır. Qrafik fayllar hansılardır? Burada GIF görürəm mən, başqa görmürəm. GIF C getdi, arxiv fayllarından ARC ilə deməli jar görürəm burada. Onda A ilə Y getdi arxiv fayllarına, A-yı. Səs fayllarından da WAV ilə MIDI görürəm mən. O da B variantı ilə, D variantı da bura getdi. 1-ə C, 2-yə A-yı, 3-ə də B-D düzgün gələr. Bu da oldu Dövlət İmtahan Mərkəzinin 2025-ci ildə təşkil etdiyi sınaqda olan informatika suallarının izahı. Bir növbəti videoda görüşənədək sağ olun.